Dostlar salam, hər vaxtınız xeyir olsun. Deyirdilər ki dostlar, ben bu harca bir 20 santı 25 santı zoğ verir. Şimdi bunun kulenkasını kəsirik. Boşaldırıq özü tədricən. Bağlayanda elə bunu üst tərəfdən bağlayırlar ki, 1-2-3 gündə möhkəmlənsin, açılandan sonra bir həftə uzat. Ondan sonra buradan kesəcək bunu. O zoğ versin. Bunlar tutur. Kulenkasını kəsə bilərik. Yarpaqlarını biraz azaldırıq. Yəni bir də külək zad olsa yarpaqlarını da böyle azaldırıq. Külək falan olsa bunlar şey eləməsin də, nədir o? Sındırmasın. Böyle yarpaqlarını da azaldırıq bunlar. Sonra buradan da keseceğiz bunları.